Uşaq terapiyaya gedirsə, valideynin terapiyaya ehtiyacı var? Uşaq terapiyaya gedir və özünə dəstək alır, ancaq evdə dəstək aldığı problemlərlə əlaqəli təkrar eyni situasiyaları yaşayır. Eyni problemlərlə üz-üzə gəlir. Burada valideynlər də terapist necə yanaşırsa, mütəxəssis necə yanaşırsa, əslində mütəxəssisin yönləndirməsi ilə valideynlər də uşağa elə yanaşması lazımdır. Uşağın dünyasına elə daxil olmaları lazımdır. Ona görə də burada mütləq valideynlər əgər spesifik problemləri varsa, çətinlikləri varsa, bunu fərdi terapiya alaraq həll edə bilərlər. Ancaq oyun terapiyasında və uşaq yeniyetmələrinin terapiyalarında valideynlər də psixotəlim alırlar mütəxəssis tərəfindən və buradan uşağa qarşı necə yanaşmaq lazımdır, o haqqda bir növ elmi araşdırmalara uyğun, təsnifata uyğun məlumatlar alırlar və onu uşaqda tətbiq edirlər və ciddi şəkildə nəticələr əldə edilir. Yəni burada valideynlər çox-çox önəmlidir. Yəni valideynlər ən az uşağın terapiyası qədər önəmlidir. Valideynlərin də burada məlumatlı olması və davranış dəyişikliyi çox önəmlidir.